Elcizə izləyən aksiyasından müraciət edib xanımız yeriyə bilmirdiniz. O günlərdə efirləri gördüm, çətinliklə qolunuzdan tutub yerdilər. Dizlərində ağrı var dediniz, elə mi ona? Pilləkən çıxıb düşmək, oturub qalxmaq, yerimək çətinlik törədir. Çox çətinlik törədir. Rengini çəkdik xanımıza. Hər iki dizində artrozdur. Sol diz 4-cü dərəcəli artrozdur, sağ diz isə 3-cü dərəcəli artrozdur. Amma şikayətləriniz sağda daha çoxdur. Hansı az yeyilir burada. Bəlkə də əvvəllər ağrılar birinci soldan başlayıb, belə başa düşdüm. Əvvəl sol daha çox ağrıdır, indi sağ başlayıb. Çünki güc verirəm sola, ona görə ağrıyır. Sağ diz oynaq daxilinə müdaxilə edəcək. Ağrı kəsici, müalicə bir dərman preparatını inşallah oynaq daxilinə yetməklə nəticəmizi bərabər izləyəcək. Görüntülərdən görürəm ki, oynağında ciddi su var, oynağın şişkindir. Deyil mi? Bax, burada gözlə də görüşür, ona bunun fərqi var. Böyük ehtimal ki, dizindən yetərli miqdarda su alacaq, artmış oynaq mayesi. Oynaq mayesi varsa, mütləq çəkilib atılmalıdır, yerinə müalicəvi dərman yeridilməlidir. Oynağından çıxan suya baxın. Görürsünüz, sağlam oynaqda bu maye olmamalıdır. Oynaqda artmış maye varsa, ya bizi revmatizma düşündürür, ya oynağın qığdağının zədələnməsi.